Obraz bir geyimdir, onu geyinib yaşamaq lazımdır. Mən hamısını sözün əsmasında geyinib yoxlayıb baxıram. Я сказочник Золушка, и значит немного волшебник. O zamanki rəhbər mənə qayıtdı dedi ki, uşağın səsi yoxdur, yəni buna heç baş qoşmayın, alınmayacaq onsuz da heç bir şey. Hətta musiqi məktəbindən çıxmaq istəyirdim. Yəni o dərəcə. Amma musiqiyə sevgi yəni heç bir zaman ölməyib, bu gün də var. Özümü cəsur hiss edirəm, çünki Azərbaycanda mədəniyyət sahəsində çalışmaq cəsur insanların işidir. Vittoria, Vittoria, ma non capite? Поезжай. 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Anam ixtisasca filoloqdur, atam isə mühəndis. Uşaq vaxtından anam bizi hər zaman bacımla birlikdə həm opera teatrına, həm musikomediya, yəni teatrlarla bağlı bir uşaqlıq keçirmişəm və bəlli bir müddətdən sonra artıq evdə gördülər ki, həqiqətən də hər ikimizdə də musiqiyə qarşı çox böyük bir sevgi, bir həvəs yaranıb və bununla da mənim musiqi sahəsində səyahətim başladı. Bir insanın formalaşması üçün Azərbaycanda biraz fərqli düşünürlər. Ya həkim olmalıdır, ya neftçi olmalıdır, ya mühəndis olmalıdır. Heç kim oğlan uşağının akademik vokalla məşğul olmasını bir o qədər də dəstəkləməz. Atam musiqi təhsilimi bir o qədər dəstəkləməsə də, vaxt keçdikcə görürük ki, dəstəklədilər və bu gün də o dəstəyi hiss edirəm. Qara Qarayevana Mərkəzi İncəsənət Məktəbində mən təhsil almışam ilk musiqi təhsilimi. Orada xor fənninə getdikdə Zemfira xanım bu səsi ilk kəşf elədi. Bir zamanlar müəllimim olan Kamal müəllim Paşazadəyə müraciət elədi ki, uşağı dəstəkləmək lazımdır, səsi var, yəni ən azından fakultativ olaraq və yaxud da əlavə olaraq vokalla məşğul olsun. Kamal müəllim də sağ olsun dəstəklədi. Canbala qrupunun rəhbərindən məni yönəltdi Azərbaycan Dövlət Uşaq Filarmoniyasına. O zamanki rəhbər mənə qayıtdı dedi ki, uşağın səsi yoxdur, yəni buna heç baş qoşmayın, lazım deyil, getsin, musiqi təhsilini alsın və bununla da yəni bitsin. Amma buna baxmayaraq, üzərindən bir müddət keçməsindən sonra mən ilk vokal müəllimimlə tanış oldum, Regina xanım Məcidova ilə. Digər musiqi alətlərində təhsil almağıma baxmayaraq vokalı davam etdim. İndiki dövrdə də əslində bu aktual bir problemdir. Müəllimin uşağa inanması, uşaqdakı potensialı görməsi. Sağ olsun Regina xanım, məndə yəqin nəsə gördük. Hətta mən xatırlayıram Regina xanım mənə danışıb bir dəfə ki, Kamal müəllim deyib ki, yəni niyə də artıq bitib də, yəni bu dinləyiblər, deyiblər yox. Alınmayacaq onsuz da heç bir şey. Amma Regina xanım sonuna qədər getdi. Mənim anım ümumiyyətlə istəyirdi mən pianist olum. O dövrün direktoru dedi ki, yox, gəlin violonçel alətinə yönləndirək. Daha sonra mənim violonçelə qarşı olan həvəsim itdi. Həm alətin özünün o zamanlar mənim uşaq olan mənim üçün ağırlığı və məsuliyyəti biraz məni hardasa qorxutdu. Mən keçdim zərb alətlərinə, onunla da bacarmadıq. Bir il ümumiyyətlə sadəcə xor ixtisası ilə məşğul oldum. Hətta musiqi məktəbindən çıxmaq istəyirdim. Yəni o dərəcə. Amma musiqiyə sevgi yəni heç bir zaman ölməyib, bu gün də var. Daha sonra elə oldu ki, Kamal müəllimin təklifindən mən faqot alətinə davam elədim. Qara Qarayev adında Mərkəzi İncəsənət Məktəbini mən həm faqot ixtisası ilə, həm vokal ixtisası ilə, həm də eyni zamanda kontrabas ixtisasını bitirmişəm. Sonraki təhsilim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdim. Burada solo oxuma kafedrasının dosenti, Tərəqqi ordenin laureatı Svetlana xanım Əhmədova Mirzəyevanın sinifində təhsil aldım. Paralel olaraq eyni şəkildə Azərbaycan Respublikasının əməkdar artisti Səbinə xanım Əsədovanın da sinifində təhsil aldım kamera oxu fənnindən. Aktyorluq sənətini daha da puxtələşdirməsi üçün bizim Azərbaycan Respublikasının xalq artisti Şəfqə xanım Məmmədova kimi
bir insandan dərs almışam. İlk İtaliyaya göndərilən tələbələrdən olmuşam. Florensiyada Luigi Cherubini adına konservatoriyada biz ustad dərslərində iştirak etmişik. Erasmus proqramı içərisində təhsil görmüşəm. Bakı Musiqi Akademiyasını bitirdiyim zaman mənə deyildi ki, istərdik ki, səni müəllim kimi görək. Mən bunu qəbul etdim. Hətta həmin gün mənim yadımdadır ki, mən akademiyadan diplomu aldım. Çıxdım, 6 məktəb mənə zəng elədi ki, biz sizinlə işləmək istəyirik. Hərçənd baxmayaraq ki, mən Mədəniyyət Nazirliyinin özünün daxili müsabiqəsində iştirak edirdim artıq. Və ondan sonra teatrdan mənə zəng gəldi ki, biz sizinlə çalışmaq istəyirik. Hazırda dahi maestro Niyazinin adını daşıyan 22 nömrəli Uşaq Musiqi Məktəbində dərs deyirəm. Dəfələrlə bir neçə beynəlxalq və yerli müsabiqələrdə iştirak etmişəm. Hər zaman çalışmışam ki, öz ölkəmin adını uca tutum. Çünki Azərbaycan mənə çox şey verib. Azərbaycan mənə dəstəyi verib, Azərbaycan mənə bu təhsili verib. Digər ifaçılarımızdan fərqli olaraq xaricdə təhsil almadan, Azərbaycanda təhsil ala-ala nəsə etmişəm. Mən çox şadam ki, mən Azərbaycan incəsənəti üçün nəsə edirəm. Və hardasa özümü cəsur hiss edirəm. Çünki Azərbaycanda mədəniyyət sahəsində çalışmaq cəsur insanların işidir məncə. Çünki tənqidlər var. Əlbəttə ki, bu hazırlıq proseslərində olan o gərgin anlar olur. Bugün sağ olsun dövlət dəstəkləyir. İlk müsabiqələrimdən biri mənim Latviyada olub. Daha sonra burada əlbəttə ki, Gürcüstan var, Rusiyada var, Belarusiyada var, Qazaxıstanda var, İtaliyada var. Böyük bir coğrafiya var ki, harda ki mən iştirak etmişəm. 2 müsabiqənin, hətta 3 müsabiqəni mən unutmaram. Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsində iştirakım. Hesab edin ki, yaş kateqoriyasının ən balacasından ən böyük ifaçının bir yerdə bir müsabiqədə iştirak etməsi və nəticə qazanması. 18 yaşım var idi. Rəqibimin birinci yeri və Grand Prix-ni qazanan 35. Biz bir səhnədə simfonik orkestrin müşayiətindən bəlli bir yer üzərində mübarizə aparmışıq. Həmin müsabiqədə də ən maraqlısı mənim üçün yadda qalanı odur ki, Azərbaycandan, sırf Azərbaycanı təmsil edən kişi səslərindən yeganə mən idim. Polşanın Varşava şəhərində yerləşən Teatr Wielkidə təcrübə proqramında iştirak etməyim. Yəni bu faktiki olaraq professional səhnəyə mənə qapı açan ilk uğurum olub. Nodar Anguladze adına Gürcüstanda keçirilən vokalçıların beynəlxalq müsabiqəsidir ki, hansı ki o da mənim üçün çox mühümdür. Çünki o müsabiqədən sonra mən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almışam. Hələlik sonuncu müsabiqə hansı ki iştirak etmişəm. O da Bibigül Tulugenova adına Qazaxıstanda keçirilən Almatı şəhərində həmin müsabiqədir ki, o müsabiqənin Grand Prix-sini mən qazandım. Mənim üçün ən doğma və ən isti olan, düzünü desəm, uşaq operalarıdır. Çünki mən ilk böyük partiyamı sırf uşaq operalarından başlamışam. Leonid Vanşteynin Zoluşka operasında nağılçını ifa edərkən, yəni o uşaqların ki, o gözündə o sevgini görürsü, o təəccübü, o teatra, musiqiyə olan o işığı. O mənim üçün çox əzizdir. Əlbəttə ki, mən Bogemada olduğu kimi Marselin yaradıcı tərəfini sevirəm. Manon Lescaudakı Lescaud'un hardasa ehtiyatlığını sevirəm. Toska operasında Rizinşinin hardasa sevinç, amma o sevincin arxasındakı qorxunu sevirəm. Şəvqət xanımın bir sözü var, deyir, obraz bir geyimdir, onu geyinib yaşamaq lazımdır. Mən hamısını
o necə deyirlər, sözün əsl mənasında geyinib yoxlayıb baxıram. Məsələn üçün mən Marsel kimi həyəcanlı, istiqanlı, o azadlığı sevən bir insanam. Ümumiyyətlə Azərbaycanda klassik musiqinin təbliğindəki ən böyük problem bizim geniş auditoriyaya marketinq cəhətdən çıxmamamızdır. Fərqi yoxdur, Üzeyir bəyin əsərləri olsun, Qara Qarayevin əsərləri olsun, Fikrət Əmirovun əsərləri olsun. Sırf akademik musiqinin təbliğində marketinq problemi var, çox təəssüf ki. Azərbaycanın opera tarixi çox zəngindir. Onun içindəki zənginliyi bugün onu dünyaya təbliğ eləməyə yetər. Və bunun nümunəsidir ki, Deutsche Grammophon Üzeyir bəyin Koroğlu operasını digital məcraya çıxartmaq istəyir. Oman Sultanlığında bizim məşqlərimiz gedirdi. Giacomo Puccini'nin Tosca operasına biz hazırlaşırdıq. Mənə Mədəniyyət Nazirliyindən zəng edirlər ki, Mahir bəy, sizi təbrik edirik, bəs siz prezident mükafatı almışsınız. Mənim üçün çox anlaşılmayan bir vəziyyət oldu. Sevinç, hamısı bir-birinə qarışmışdı o hisslərin. Atam mənim musiqi təhsilimə bir o qədər dəstəkləməsə də, mən onun səs tonunu eşidirdim ki, onun üçün çox fəxr edici bir məqam idi. Mən buna inanıram ki, gənclərin gördüyü iş görünür, bilinir. Cənab Prezidentə ümumiyyətlə gənclərə göstərdiyi dəstəyə görə, qayğıya görə, diqqətə görə minnətdaram. Sağ olsun ki, Cənab Prezident bu cəsur cavan insanları dəstəkləyir. Mən Gənclər mükafatından savayı incəsənət xadimləri üçün nəzərdə tutulan Prezident mükafatına da 3 dəfə ard-arda layiq görünmüşəm. Və bu da onun göstəricisidir ki, həqiqətən də dövlət öz gənclərinin, öz incəsənət xadimlərinin yanındadır. Belə-belə işlər.